Bugün sizlerle çok dadlı ekler tortu reseptini paylaşıram. Qeyd edim ki, mən bunu 2 reseptlik bişirdim, amma sizinlə 1 reseptlik ölçünü paylaşıram. Əvvəlcə xəmiri hazırlayırıq. Qazana 80 qram kərə yağını qoyuruq. Üzərinə 1 stəkan su, 1 stəkan un əlavə edib qarışdırırıq. Ocağın üzərində xəmir toparlanana qədər qarışdırırıq və sonra kənara qoyub soyumağa buraxırıq. Xəmir soyuduqdan sonra üzərinə 3-4 ədəd yumurtanı bir-bir əlavə edirik və mikserlə yaxşıca qarışdırırıq. Hazır xəmiri sıxma torbasına tökürük və soba listinə istədiyimiz formada sıxırıq. Əvvəlcədən qızdırılmış sobada eklerlər qızarana qədər bişiririk və sonra tam soyuduruq. Mən bu dəfə eklerlərin içinə krem doldurmadım. Hazırladığım qaymaqlı kremə eklerləri batırıb üst-üstə yığdım və tort formasına saldım. Üzərinə şokoladdan hazırladığım sosu tökdüm və sonra qoz ləpəsini səpdim. Nəticədə çox dadlı, yumuşaq və fərqli bir ekler tortu alındı. Mütləq yoxlayın. Dadına heyran qalacaqsınız. Bişirən hər kəsə öncədən nuş olsun. Əgər videolarımı bəyəndinizsə, kanalıma abunə olmağı və paylaşımları bəyənməyi unutmayın. Öncədən təşəkkürümü bildirirəm.